İntellekt nə vaxtdan bu qədər gözümüzə görünməz oldu? Birinci belə bir sual vermək istəyərdim. Videonu dayandırıb düşünə bilərsiniz doğrudan da. Sonuncu dəfə nə vaxt kiməsə savadı, biliyi səbəbi ilə qibtə edildiyini, tərifləndiyini görmüsüz. Azərbaycan daxilində 700 bal yığan tələbələrdən danışmıram. Ümumi olaraq insanların savadlarının müzakirə edildiyi, intellektlərinin müzakirə edildiyini, bizə daha çox belə insan lazımdır deyib tərifləndiyi kontekstlərdən danışıram. Bu dəqiqə videonu dayandırıb bu mövzu üzərində daha düşünə bilərsiniz məncə. Əgər bu suala cavabınız varsa, xahiş edirəm şərhlərə yazasınız. Böyük ehtimalla mənim də təxmin elədiyim kimi yadınıza düşmür. Çünki mənim də yadıma düşmür. Bunun əksinə, lüks, bahalı həyatı olan, bütün günü tətillərdə olan, bütün günü viza şirkətlərini tərifləyən, reklamlar verən insanların həyatı gözümüzün qabağındadır. Və bir yerdən sonra əlbəttə biz düşünürük ki, əgər gözümüzün qabağında olan şeylər insanların nə qədər pula sahib olduğu, nə qədər çox paltara sahib olduğu, maşınlarının markası, həyatlarının bahalılığıdırsa, biz onda özümüzü istərsəməz onlarla müqayisə etməyə başlayırıq. Nəinki o insanların nə qədər çox savad dərəcələri var, nə qədər çox həyatda uğur qazanıblar və ümumiyyətlə materialistliyi kənara qoysaq, qazandıqları uğurlar nədən ibarətdir? Və artıq bütün bu gördüyümüz nümunələr cəmiyyətdə uğur anlayışını formalaşdırmağa başlayır və yaxud da artıq başlayıb və indi həmin istiqamətlə davam edir. Yəni biz artıq savadlı insanları uğur kimi görmürük. Biz artıq çox pulu olan, bu pulu hardan, necə qazandığının əhəmiyyəti olmadan, çox pulu olan, çox vəzifəsi olan, yenə deyirəm, bu vəzifəni nə hesabına qazanıb, necə qazanıb, maraqlı deyil bizə və dəhşətli dərəcədə çox materialistik insanları gətirib qoyuruq uğur pillələrinin ən üzərinə. Bu materialistliyin ətraf mühitə, insani olaraq bizim xarakterimizə, bizim dəyərlərimizə vurduğu və yaxud da verdiyi zərəri və yaxud da yaxşı tərəfləri hesaba qatmadan. Və sual vermək lazımdır ki, bu nə qədər sağlamdır. Amma bu sualı keçsək, yəni doğrudan da bütün bunlar zərərsiz bir əyləncə, zərərsiz bir alqoritm oyunu və s. yoxsa mədəni proqramlaşdırma? Çünki dediyim kimi, bizim gördüyümüz reelslərlə, bizim gördüyümüz influencer nümunələri ilə, bizim uğurlu adlandırdığımız və ya da cəmiyyətin ümumiyyətlə uğurlu adlandırdığı insan modelləri ilə biz görünüşün və performansın mahiyyətdən, dəyərdən, insani keyfiyyətlərdən daha önəmli olduğunu incə-incə öz şuuraltımıza və bundan sonra gələcək nəsillərə ötürməyə başlayırıq. Və əlbəttə zaman keçdikcə bu bizim nəyi, kimi və hansı keyfiyyətləri bir-birindən önəmli və prioritet hesab etdiyimizi formalaşdırır. Biraz media tərəfinə baxaq bu işin. Dediyim kimi alqoritmlərdən bəhs edirəm. Alqoritmlər durduq yerə yaranmış və hər hansı bir məqsədə olmayan nələrsə deyil. Bu alqoritmlərə pul xərclənilir, böyük texnologiya şirkətləri tərəfindən və bu alqoritmlər yavaş-yavaş kimin yüksək səslə, kimin daha çox diqqət alacağını qərarlaşdırır. Adicə, məsələn, belə bir müzakirə davam edirdi, müzakirə gedirdi ki, dişlənmiş alma modeli ilə çəkilmiş videolar daha çox insanın qabağına düşür, nəinki digər modellərlə çəkilmiş videolar. Çünki onun keyfiyyətinə görə, çünki onun gözəlliyinə görə, estetikasına görə və s. axır. Bir şey ki, bizim kəşfiyyat adlandırdığımız bölməyə düşən kontentlərin bir çoxu bizim 2-3 saniyədə istehlak eləyib, yəni udub yediyimiz, yəni bizi düşünməyə istiqamətləndirməyən, asan yeyilə bilən, heç bir ciddi əhəmiyyəti olmayan kontentlərdir, düz deyil. Və əlbəttə ki, günün sonunda bir siyasətçinin, blogerin, bir influencerin, bir məşhur müğənninin səhər yeməyində neçə dənə yumurta olmağı iqlim siyasətindən, nə bilim, gənclərin problemlərindən, hansısa bir kənddə su problemindən daha əhəmiyyətli olmağa başlayır bizə. Biz yaşamaq istədiyimiz, həsəd apardığımız həyatları görə-görə öz keyfiyyətlərimizi ona uyğun formalaşdırırıq. Və yenə də paxıllıq bir media məhsuluna çevrilir. Bir media alətinə çevrilir. Nə qədər çox paxıllıq eləyiriksə, nə qədər çox həsəd aparırıqsa, nə qədər çox o insanların, o varlı, uğurlu, cəmiyyət tərəfindən ideal adlandırılmış insanların həyatına baxıb bizə belə niyə deyil deyə üsyan eləyiriksə, o qədər çox o insanların profillərinə gedirik, o qədər çox o insanların hekayələrinə baxırıq, o qədər like eləmədən o insanların postlarında gəzirik. Və bir yerdən sonra 2 gün, 3 gün, 1 ay, 1 il xəbərimiz belə olmadan günlər keçir və görürük ki,
biz bu insanlardan biri olmaq istəyirik. Amma bəlkə də bizim üçün 2 il əvvəl, bu insanlara baxmadan əvvəl bizim üçün intellekt daha önəmli idi. Nəinki mənasız 5 çantaya sahib olmaq, nəinki hansısa bir bahalı bir maşına sahib olmaq və s. Media, sosial media alqoritmləri, ümumiyyətlə media bizim kim olduğumuzu və özümüzü necə qiymətləndirdiyimizi qəbullanmadan, onu qucaqlamadan, ona qayğı ilə yanaşmadan və birlikdə bir gücə bağlı olaraq nə ola biləcəyimizi, nələr qazana biləcəyimizi qiymətləndirdiyimiz zaman deyil. Bizdə olmayanı istədiyimiz, arzuladığımız, içdən-içə yavaş-yavaş bu arzu ilə pis hiss etdiyimiz zaman qazanır. Qazandığı şey də əlbəttə ki, puldur, bizim emosiyalarımızdır, bizim proqnozlaşdıra bilən hisslərimizdir, duyğularımızdır və bu da insanların böyük texnologiya şirkətlərinin milyonlar, milyardlar sərf etdiyi diqqət dövrünün emosional iqtisadiyyatıdır. Və intellekt gələcəyi formalaşdırır. İdeyalar gələcəyi yaradır. Bilik dözümlülük yaradır. Bilik böyük şirkətlər, varlı insanlar, siyasətçilər üçün problem yaradır. Problemləri və yaxud da ortaya qoyur, sual verir, tənqid eləyir, təhlil eləyir. Uzun videolar, kitablar, məqalələr, intellekt ilk baxışda göz yorur, insanı yorur, beynimizi yükləyir, amma bizi daha yaxşı gələcəyə aparan budur. Böyük texnologiyaların milyardlarla pul sərf etdiyi alqoritmlər deyil. Amma buna baxmayaraq o kənarda qalır. Əgər sən 3 saniyə ərzində insanların diqqətini cəlb edə bilmirsənsə, sənin dediyin milyardlıq fikir belə olsa, sənin dediyin dünyanı xilas edəcək ideya belə olsa, sən kənarda qalırsan. Alqoritmə qalib gələ bilmirsən. Yəni sən nə çölə çıxıb real həyatda kiməsə bir fikrini ifadə edə bilirsən, nə də virtual həyatda insanlara oyanın deyə bilirsən. Ona görə də mən bilirəm ki, mənim kontentlərim illərdir qaldığı kimi bu gün də alqoritmlərlə ayaqlaşa bilməyəcək. Və bu okeydir. Və bu həqiqətən okeydir. Və mən bununla bağlı bir video çəkmək planlaşdırıram ki, nə üçün virtual aləmdə mediokr olmaq, yəni çox populyar, çox belə rezonans doğuran yox, Vamxodda bişən məhsulları, kontentləri yaratmaq mənim üçün nəyə görə bu qədər komfort zonasıdır. Və bunun deməkdə yarar var. İntellekt anormal, görünməz olanda, cəhalət, kobudluq, görməmişlik, materialistiklik, konsumerizmin dəlisi olmaq normal, uğur və gözəllik kimi görünür. Dərin düşüncə, istisna və yaxud dəlillik kimi görünməyə başlayır. Media təşəbbüsü yaradırsan, bu mənası nədir ki? Və yaxud da insanlar oxumağa bər ərinirlər. Çünki trend deyil. Dərin düşüncə, təhlil eləmək, analiz eləmək trend deyil. Və inanın mənə, növbəti 10 il ərzində trend olmayacaq. Nə Azərbaycanda, nə dünyanın bir başqa yerində. Ona görə də bu dayazlıq, bu anti-intellektualizm bizi yavaş-yavaş, dayaz, hər şeyi olduğu kimi götürüb udan informasiyaları nəzərdə tuturam, insanlara çevirəcək, cəmiyyətlərə çevriləcək. Bundan da ən çox yararlanan insanlar böyük şirkət sahibləri, milyonerlər, 2 qram vicdanı və ədalət prinsipi olmayan varlı insanlar və siyasətçilər olacaq. Və o siyasətçilər və milyonerlər sənin mənim əvəzimə qərarlar verəcəklər. Və onlar istədikləri kimi o qərarları tətbiq edəcəklər və sən də düşünəcəksən ki, görürsən biz hara səhv elədik. Amma heç vaxt bu cavabı tapa bilməyəcəksən, çünki iş işdən keçmiş olacaq. Sənin 60 yaşın olacaq. Sənin uşaqların və sənin övladların bu mövzu haqqında düşünməli olacaqlar. Sonra onları da, onların dövründə olan milyonerlər və siyasətçilər başqa bir mövzunun ağıllarını qarışdıracaqlar. Bəs nə edə bilərik? Əvvəlcə, bizi güldürən insanların olmağı əladır. Bizə həyatın pozitiv tərəflərini göstərən insanlar, influencerlərin olmağı əladır. Onların həyatlarına baxırıq, ürəyimiz açılır. Bəli, doğrudan da bu belədir. Amma yalnız biz bu insanları izləməklə dayanmamalıyıq. Bizi düşündürən insanları da izləməliyik. Bizi düşündürən insanlara da motivasiya verməliyik ki, onlar bizi düşündürməyə davam eləsinlər və digər bizi düşündürə biləcək potensial insanlar da onlara baxsın ki, okey, bu insanlara dəyər verilirsə, mən də bu işin yolu ilə gedim. Sonra deyirik ki, vau, bizim artıq gənclərimiz TikToker olmaq istəyirlər. Nəyə görə? Çünki bizim gənclərimiz görürlər ki, müəllimə verilən qiymətlə TikTokerə verilən qiymət, xüsusən də əgər bu maddiyatdan söhbət gedirsə, çünki hamımıza maddiyat lazımdır. Eyni deyil. TikToker daha çox pul qazanırsa, nəyə görə o boyda sən əziyyət çəkəsən intellektinə və nəhayətində gedib 400-500 manatlıq bir işdə işləyəsən və bütün günü boğazın cırılaraq uşaqlarla işləməyə məcbur qalasan. Yəni bu dəyərləri biz shift edirik. Düzdür, bizdən daha çox hökumətlər və siyasətçilər, amma günün sonunda cəmiyyət də nəyə necə cavab verdiyini özü seçir. Yenə deyirəm, mən bu mövzuları individuallaşdırmağı sevmirəm, amma cəmiyyət olaraq hansı məsuliyyətə sahib olduğumuzu da anlamaqda yarar var. Ona görə də sabah birisi gün çox əhəmiyyətli şeylər danışan bir insanı görəndə ona like əsirgəməyin. Ona 3 dəqiqə dayanıb dözüb o videoya baxmağa əsirgəməyin ki, alqoritm həmin o danışılan videonu başqa insanlara da çatdırsın. Sizin səbirsizlik göstərib izləmədiyiniz bir kontent, hansı ki ola bilər cəmiyyətdə çox böyük bir əhəmiyyətli və faydalı mövzunun müzakirəsinə səbəb ola bilər. İzləmədiyiniz kontent, yəni başqa siz izləmirsiniz deyə 10 nəfərə göstərilmir məsələn. Yəni bunun nə qədər böyük bir kəpənək effekti olduğunu düşünün. Siz izləmirsiniz deyə 10 nəfərə göstərilmir.
bilmir, sizin kimi düşünən, əşi başqa biri izləyər, əhəmiyyətli mövzuma eyb yox bu gün qalsın deyən 10 nəfər daha ondan başqa 10 nəfərə izlədilməməsinə, göstərilməməsinə səbəb olur. Və bununla da 100 minlər, 200 minlər, 300 minlər və beləliklə biz qalırıq tiktokerlərin, influencerlərin, bizə heç bir faydalı kontent verməyən insanların əlində. Yalnız bizi əyləndirən yox, bizi düşünməyə sövq edən insanları izləməliyik. Ona görə biz yalnız bizə gözəl gələn yox, həmçinin bizə narahatlıq yarada biləcək reallıqları deyən insanları izləməliyik. Alqoritmimizi yeməyimizi düşünən kimi düşünməliyik. Şəkər daha gözəldir. Kruasan yemək, fıstıqlı kruasan bir nə bilmə, dadsız bir düyüdən daha gözəldir, amma günün sonunda mənə düyü lazımdır. Toyuq və düyü lazımdır. Hər gün şəkərli kruasan yox. Yüzlərlə maraqlı, rəngli çantalara sahib olmaq, dəbli brendlərə sahib olmaq, maşına sahib olmaq, yaxşı vəzifəyə sahib olmaq gözəldir, amma savadlı olmaq da cooldur. Savadlı olmaq yaxşıdır. Savadlı olmaq doğrudan yeni cool olmalıdır bizim üçün.